Mən oxuduğum universitetin adı Comenius University. Buradakı tələbələrin çoxu idman zallarına gedirlər. Parti eləmək, parti yerləri. Bu dəbdir. Hə, çox ortalama 5 saatlıq, 6 saatlıq işlərdir. Elə işlərdən çoxunda da cavanlar işləyir. Cavanlardan dediyimdə tələbələr işləyir. Desəm çox qəlizdir burada ev tapmaq. Çətindir. Salam, mənim adım Tarix. Mən 8 ildən çoxdur burada yaşayıram. 8-ci sinifdən bəri bura gəlmişəm. 8-ci, 9-cu sinifdə burada oxuyub. Sonra liseyə davam elədim. Liseydən sonra instituta, tibb institutuna qəbul oldum. Hal-hazırda da 2-ci sinifdə oxuyuram tibbdə. Bitirənə qədər burada qalacağam. Slovakiyada tibbi oxumaq qərarı necə verdin? Tibb oxumaq demək olar uşaqlıqdan bəri ağlımda olan bir şeydir. O ki olsun filmlərdən baxmaq, həkimlərə baxmaq, o ki olsun ailəmin mənə tövsiyələrindən. Həmişə həkimlik elə bil ki, mənim üçün ən üstdəki pilləkəndə olub, getib oxumaq istədiyim. Slovakiya oxuma qərarı da bura gəldikdən sonra daha çox mənim üçün tibb oxumaq istədiyim, necə deyim belə, qərarını aldım. Çünki buradakı məktəbin necə yaxşı olduğunu, həm də ki əlaqələrim olduğu üçün bir-iki nəfər tanıyırdım əvvəldən orada oxuyan. Onlarla danışa-danışa necə yaxşı olduğun qərarını verdim və ondan sonra artıq 2 il əvvəl buraya oxumağa qəbul oldum. Tibb oxumağı həm də belə deyək, yəni uşaqlıq həvəsi olub ki, tibb universitetini, yəni tibblə bağlı sahəni seçmisən. Yəni çox çətin və belə deyək, illər zaman alınması bir yəni sahədir deyə. Yəni hər kəs bunu seçmir yəni. Uşaqlıqdan bəri belə kinolarda, filmlərdə həkimlərin necə məsələn cərrahların ən çox o insanları necə sağaltdığına baxmaq belə elə bil ki möcüzəvi bir şeydir. Ona görə ondan bəri mənim üçün uşaqlıq həvəsi olub həkimliyə baxmaq. Təki Taha kimi hər kəs öz arzusuna çatsın. Hər kəsə bunu arzu edirik. İnşallah. İnşallah. Mən oxuduğum universitetin adı Comenius University. Bir çox fakültədən ibarətdir. Dünya ən yaxşı institutlar arasında 400-500 arasında sıralamadadır. Bir çox fakültələrdən biri tibb, hüquq, ekonomi, fizioloji, müəllimlik və bir çox fakültələrdən asılıdır. Və hansı universitetlər var Bratislavada ki, dünyada tanınan universitetlərdən biridir? Ondan sonra məsələn qısalışı STU var. Slovakca Slovenski Texniki Universitet deməkdir. Slovakiya Texnik Universiteti. Texnik Universiteti təbii odur. Ondan başqa da SZU var. Slovak Həkimlik Universiteti var. O da ayrı həkimlikdir, ayrı məktəbdir. O da çox tanınandır. O yenə də olmasa sıralamada deyil. Bu ilk iki dediyim sıralamadadır. STU məncə 800-lər arasındadır. Amma Comenius Slovakiyanın ən yaxşı məktəblərindən biridir. Sadəcə tibbi yox, ümumi olaraq 400-ün 500-ün arasındadır. Hər hansı bir sualınız olsa, istəsəniz kommentara da yaza bilərsiniz ya da aşağıdan mənim özəl sosial şəbəkələrdən də yaza bilərsiniz. Slovakiyada, Bratislavada tələbələrin sevdiyi 3 yer. İdman zalı, buradakı tələbələrin çoxu idman zallarına gedirlər. Parti eləmək, parti yerləri. Bu dəbdir. Hə, burada çoxlu partiya gedirlər və yemək yer, yəni bu olduğumuz yer məsələn, alış-veriş mərkəzləri, buralarda çox fast foodlar olsun, restoranlar çox vaxtlarını keçirirlər burada. Bu da qrup halında gedilir. Daha çox qrup halında gedilir məktəblərdən, siniflərdən. Slovakiyada tibb üzrə tələbənin ən çox etdiyi səhvlər hansıdır? Dərslərin vaxtında eləməmək. Vaxtında olunmadığı üçün hamısı toparlanır. İlin sonunda hamısı bir yerdə çox olur, yüklənir. Ona görə bəzi imtahanlardan keçməmək olur. Ona görə də gələn illər keçməmək riski başlayır. Tarix, ümumiyyətcə Slovakiya, Bratislavadan danışıq. Bratislava tələbələr üçün əlverişli, yaxşı şəhərdirmi? Sonra Slovakiyada Azərbaycanlı tələbə varmı? Görmüsənmi belə deyək də, indi sənin praktikanda sən bilərsən bunu. Sonra
burada səni tələbə həyatından bağlı daha çox nə təəccübləndiribdi? Yaxşı və yaxud da pis? Bir də Bratislavada tələbə üçün nəqliyyat necə təşkil olunubdur? İndi ictimai nəqliyyat adi insan üçün anlaşılandır, amma tələbənin belə deyək də baxış bucağından necədir? Bunu əslində bir neçə sualdır. Mən ümumiləşdirdim, bir dənə sual kimi sənə verim ki, sən rahat cavablandıra biləsən. Məncə Slovakiya, Bratislava tələbə üçün ideal şəhərdir. Çünki nə balacadır, nə də böyükdür. Əhalisi olaraq da, sahəsi olaraq da. Çünki Bratislavanın bir tərəfindən o birisi tərəfinə getmək maks 1 saat çəkər. Ən çox, o da avtobusla, maşınla deyil. Ona görə çox yaxşı şəhərdir. Çünki hər şey tapa bilərsiniz. Ayaqla 10-15 dəqiqəlik yollardır. Özdə Slovakiyada da çox alış-veriş mərkəzlərini həddindən artıq sevirlər. Hər tərəfdə alış-veriş mərkəzi tapa bilərsiniz. Alış-veriş mərkəzində də içi hər cür şeylə doludur. Kitabxanasından tutmuş, paltar yumaq yerinəcən, restoranınacən hər cür şeylər burada var. Ona görə məncə çox yaxşı şəhərdir tələbələr üçün. Nəqliyyat da balaca şəhər olduğu üçün o da asandır. Daha çox avtobuslar var burada. Bir də tramvaylar var. Tramvaylar təbii ki daha sürətlidir, daha tez gedirlər. Həm də propka olmur da. Propka tıxac olmur. Tıxac çox olmur. Sadəcə iş vaxtları, səhərləri olur. O da ki normaldır, hər yerdə olan şeylərdir. Ona görə nəqliyyat da burada asandır. Özdə aylılığı da ki 20-30 evro olduğu üçün çox ucuzdur. Tələbə üçün 20-30 avrodur. Tələbə üçün 20 evroyadır. Normal insanlar üçün, yəni tələbə olmayanlar üçün 30-35 arasıdır. Amma illik də var. İlliyi məncə 180 evroya gəlir. Bəlkə də daha az. Yəqin ki, buradakı gəlmək istəyən və yaxud da ki, belə deyək də, insanları maraqlandırar ki, burada tələbə olaraq yəni dərsdən sonra və yaxud da dərsdən əvvəl hardasa işləyə bilərlərmi? Və bu ölkədə bununla bağlı müəyyən bir proses necə asandırmı? Yəni işləyə bilərmi? İş sayı məncə tez tapmaq olurmu? Tələbələr işlə bağlı ehtiyacı olurmu yəni? Bu haqqda bilginiz varsa onu deyin. Bir də zəhmət olmasa nə deyirsiniz? Müəllimlərin tələbəyə münasibəti. Bu haqqda zəhmət olmasa deyin. İş barəsində məncə tələbə üçün burada iş tapmaq asan da ola bilər. Çünki burada məsələn fast foodlar deyim, restoranlarda deyim ya da kafelərdə, paltar marketlərində işlər elə ki asan işlər olduğu üçün onlar full time işlər deyil. Yəni bir neçə saatlıq, part time işlərdir. Daha çox ortalama 5 saatlıq, 6 saatlıq işlərdir. Elə işlərdən çoxunda da cavanlar işləyir. Cavanlardan dediyimdə tələbələr işləyir. Və bəzi elanlarda mən də baxmışam, o da yazılıb ki, sırf tələbələrə üçün müraciət edə bilərlər. Eyni elə belə dediyim işdə məsələn McDonald's-da deyim, onlarda ancaq tələbələr istəyir ya da ki kafelərdə. Onların çoxu tələbələrdən asılıdır. Ondan başqa belə işlərdir, ya da ki məktəbin özünün də arada olur ki, kömək eləmək, könüllü olaraq kömək eləmək. Bunun qarşılığı da bəzi yerlərdə qazanc var. Yəni məktəbdə işləməklə. Aydın. Bəs müəllimlərin tələbəyə münasibəti necədir? Həm dərsdə və yaxud da dərsdən sonra müəyyən suallar ola bilər. Müəyyən dərs vəsaitini soruşa bilərsiniz. İstər praktiki dərslərdə, yəni ümumi müəllimlərin belə deyək də burada davranışı və yaxud da münasibəti necədir? İndi orta məktəb həm lise, həm universitetdə gördüyümə görə müəllimlər çox öğrencilərin, tələbələrin öyrənməyini çox istəyirlər. İnstitutda bu daha çoxdur. Çünki necə olmaz, mən bilmirəm, bəlkə tipdir, ona görə müəllimlərin özü çox istəyir tələbələrdən öyrənməkləri. Liseydə, orta məktəbdə də eynidir. Müəllimlər asanda olur deyə dərslər. Asan dediyim, daha çox öyrətməyə baxırlar. Məsələn, Azərbaycanda indi yaşadığım şey çox il ki, ev tapşırığı, hətta nə artıq ev tapşırığı verirdi. Burada o qədər də deyil, sərbəstçilikdir. Amma dərsdə onun hamısı birlikdə elənir. Yəni deyək ki, ingilis dili dərsindən. İngilis dərsi burada çox yaxşı keçirilir. Ona görə də elə əhalinin çoxu ingiliscə yaxşı danışırlar. Müəllimlərin də özü çox yaxşı insanlardır, istiqamlı insanlardır. Öyrətməyi sevirlər. Tibb tələbəsi olmaq, yəni tibb üzrə oxuyursan, tələbə qazanmısan, bu sənin həyatında nələr dəyişdi? Yəni istər şəxsi həyat, istər digər sosial həyatında nələr dəyişdi? Yəni məncə bu
cavab bütün tip tələbələri üçün eynidir, ümumi olaraq bütün dünyanın hər tərəfində. Çünki tip ən qəliz məktəblərdən biri olduğu üçün hər şeydən biraz qısmaq lazımdır. Sosial həyatdan, şəxsi həyatdan, ailədən, hər şeydən biraz qısıb məktəbə daha çox verməlidir. Məsələn, normalda 1-2 saat dərs eləyirdinsə, indi 4-5 saat dərs eləməlisən. Ona görə hər şey biraz qısalır, institut daha çox üst pilləyə gedir. Zaman daha çox İnstituta verilməlidir. Hə. İlk ən azından məktəbə qurtarılacaq. Qeyd etdin ki, burada oxuduğun universitet yataqxana da təklif edir, ancaq ödənişləndir. Bir də digər bir belə deyək də variant var ki, bir neçə tələbə birləşir, belə deyək də bir kirayə tuta bilərlər və yataqxana ilə indi sözsüz ki, ev kirayə biraz daha rahatçılıq olur. Ümumiyyətlə tələbə üçün burada kirayə tapmaq, yəni asandırmı, tezmi başa gəlir və yaxud da tələbə deyəndə necə bir şərtlərlə burada qarşılaşırsınız, yəni hansı maneələr var? Bu haqqda da zəhmət olmasa deyərdiniz. Yəni qısa söz olaraq desəm çox qəlizdir burada ev tapmaq. Çətindir. Çünki məktəb başlayan vaxtlar xaricdən gələn insanlar da olur. Sadəcə Bratislavada yaşamayıb Slovakiyanın başqa şəhərlərindən gələnlər də olduğu üçün ev tapmaq, kirayə ev tapmaq qəliz olur. Ona görə məsələn bizim məktəbdə şeylər olur. Məsələn, təzə gələn siniflərə, birinci siniflərə üstdəki siniflərdən bəziləri onlara kömək edir. Ev tapmaq barəsində hər hansı lazımı bir şeydə kömək olunur onlara. Yəni əşya baxımından hər bir şeydə kömək olunur. Amma ev barəsində məsələn şeylər olur. Girmədən məktəbə əvvəl artıq bilirsiniz ki, kiminlə birlikdə olacaqsınız sinifdə. Sinifinizdə adlarını bilirsiniz, kontaktlarınız olur. Ona görə onlarla danışıb ev də tapa bilirsiniz. Məsələn 3-4 mən bilirəm ki, 2 nəfər də bir evdə qalan var. 5-6 nəfər də yekə evdə kirayə qalanlar var. Kira burada da ki, tək məsələn yaşamaq istəsəniz 600 euroya. Çünki buradakı bir otaq, 2 otaqdan yəqin. Bir otaq, 2 otaqlı, hə, tək nəfər üçün 500-600 evro arası. Amma 2-3 nəfər qalmaq istəsəniz bu 300-yə də, 400-ə də dəyişə bilər. Hansı məktəbə yaxın istəsəniz, məsələn məktəb sentrdə olduğu üçün biraz bahalı olacaq, uzaqdan da ala bilərsiniz. Məktəb əslində o qədər Bratislava özü balaca olduğu üçün məktəbin nə qədər gələcək olsanız da, məsələn mən uzaqda yaşayıram Bratislavadan yarım saat. Maksimumda belə 2 avtobusla, 2 avtobusdan, bir avtobusdan belə gəlinlər var. Olur. Ona görə uzaqda belə alsanız problem yoxdur nəqliyyat barəsində. Kirayə ilə bağlı bildirdin tarix. Bəs burada yataqxana necədir? Yataqxana ilə bağlı hansı şərtlər var? Orada ödəniş indi bilgin varsa o haqqda da deyərsən zəhmət olmasa. Yataqxanalar burada biraz məktəbdən uzaqdır, 20 dəqiqəlik məsafədədir. Amma nəqliyyat ora asandır, gediş-gəliş. Ödəniş dəyişir otağınızdan. 100 evro ilə mən bildiyim qədərlə ən çox 160-a, 180-də də ola bilər. O artıq elə yerdədir ki, ya 3 nəfərlə birlikdə qalırsınız, ya 2 nəfərlə, ya da tək başınıza da qalırsınız. Bunların çoxu da sadəcə yataq, masa, bir də qardıroblar olur. Başqa çox bir şey olmur yataqxanalarda. Orası elə bil ki, sadəcə yatırsınız, dərs edirsiniz. Başqa heç bir şey orada yoxdur. Amma elə yataqxanaların sosial yerləri var. Öz kuxnası var. Kuxna elə bir yerdir ki, açıq kuxnadır. Yekə kuxnada hər kəs gəlib istifadə edə bilər. Ya da ki, məsələn, ayaq yolları, onlar da ümumidir. Ona görə belə şeylər sadəcə öz yatağınızda taxtınız, bir də masanız var. Qalan şeylər ümumi olur. Slovakiya ilə bağlı bizə 3 şey denən ki, bura gəlməmişdən bunları bilmirdim. Birincisi, yəqin ki, insanların çox istiqanlı olmaqları, ünsiyyətçil olmaqları. İkincisi, deyə bilərəm ki, məktəblərin necə yaxşı dərs proqramları olduğu. Üçüncü olaraq da elə Bratislavanın özünün necə gözəl olduğunu deyə bilərəm. Şəkillərdən baxmaq ayrıdır, burada gəlib özün yaşamaq ayrıdır. Slovakiyada tibbi bitirəndən sonra minimal maaş nə qədərdir? Avropa ortalamasına görə çox yaxşıdır. 3000 ilə 4000 arası ilk başda qazanırsınız. Ondan sonra təbii ki, çoxalır iqtisadla bağlı olaraq. Seçdiyi ixtisasa bağlı olaraq dəyişir, artır yəni. Təbii. Gələcəkdə tibbi seçmək istəyən şəxslər üçün
5 məsləhət. Ən vacib birincisi bunu həvəslə elə istəməlisiniz. İkinci olaraq durmadan təkrarlamaq, oxumaq. Üçüncü fəal olmaq, hər yerdə iştirak eləmək, əlinizdən gəldiyincə eləmək. Dördüncü olaraq ünsiyyət qurmaq. Nə qədər yaxşı aranız olsa müəllimlərlə, sinif yoldaşlarınızla o qədər yaxşı ünsiyyət quracaqsınız. Və beşincisi təbii ki, dil bilmək, anlayışlı olmaq və dərsləri başa düşmək. Bununla bura gəlmək istəyən və yəqin ki, bura gələn tələbələr rastlaşıblar. Elə sənin də fikrin maraqlı olardı. Ümumiyyətlə Slovakiyada bax elə oxuduğun universitetdə xarici tələbələrə münasibət necədir? Orta məktəbdə çox bir danışa bilmədiyim üçün çox bir ünsiyyət də qura bilmirdim. Amma liseyə başlayandan sonra hamı lise ilə bir yerdir ki, hər məktəbdən təzə tələbələr gəldiyi üçün elə ki, orada yeni insanlardır hamı. Ona görə orada daha çox ünsiyyət olur. Çox yaxşı baxırlar. Yəni burada xarici olub olmamağına çox baxmırlar. Dinindən ya da ki, haralı olduğunun heç bir fərqi yoxdur. Ona görə Slovak insanları o barədə çox yaxşıdır ki, Əsas dil bilib ünsiyyət qurmaq, yəni vacibdir əsas. Vacibdir. O ən vacibdir. O hər yerdə elədir ki, danışa bilirsənsə hər yerdə ünsiyyət qura bilərsən. Xarici olaraq məsələn indi mən oxuduğum məktəbdə iki cür məktəbimiz var. Ya Slovak dili var, ya da ki, xaricilər üçün ingilis dilində. Onlarla da əlaqəmiz çoxdur. Məsələn, həddindən artıq orada başqa ölkədən gələn tələbələr var. Ona görə də ünsiyyət onlarla da aramız çox yaxşıdır. Bu izləyicilərə də yəqin ki, belə deyək də bir məlumat olar ki, çünki elə insanlar var ki, hələ ki ölkə xaricinə belə deyək də getməyibdir və düşünür ki, mən hansı bir xaricdə oxumaq istəyirəm. Yəni şərt deyil ki, Slovakiyada gəlib oxusun. Başqa bir ölkə nəzərdə tutdu, amma düşünür ki, orada mən necə bir münasibət görəcəm. İndi bildiyimiz daha çox kütlə olaraq Azərbaycanlılar ən çox hara görə təhsil alır? Türkiyədir, deyək ki, Rusiyanın universitetləridir. Bir də olar ki, yəqin Gürcüstan olar da. Yəni indi mən məlumat olaraq mənim bilgim bu ölkələrlə bağlıdır. Ancaq artıq Avropa ölkələri deyəndə avtomatik belə deyək də olaraq həmin ölkənin dili sözsüzlüyünü hər kəs bilə bilməyə bilər. Orada ingilis dili gəlir və ingilis dilindən də belə deyək də və orada əlavə xarici millətlər də ola bilər. Və belə deyək də bu düşünürəm ki, bir Tarix bəyin dediyi, yəni cavab, yəni bir çox insana yəni belə deyək də məlumat yəni kömək olar, belə deyim. Məsələn, bax tələbə deyək ki, gəldi bura qəbul oldu, seçimini etdi, gəldi universitetə oxumağa və başlayır. Bunu aylıq xərci, belə deyək də bir orta bir qiymət desək, bunun xərci nə qədərdir? Nə qədər xərci çıxır, yəni bir aylıq? Bunun yeməyi də qata bilərsiniz, yataqxana xərci, nəqliyyat və ümumi bir dənə qiymət deyəsin, məsələn, ekranda da onu izləyicilər məsələn görsünlər ki, tələbənin aylıq xərci bu qədərdir. Ümumi olaraq desəm, nəqliyyat, yemək, məktəb, hamısı ortalama 400-500 evro arası ola bilər. Bunun içində yataqxana pulu var, yemək, nəqliyyatı var. Nəqliyyat çox o qədər baha deyil. Məsələn, aylıq burada ən çox avtobus işlənilir. Hamısı üçün də bir dənə kart alınır aylıq. O da ki 20-30 arası dəyişir. Bu var. Sonra yemək var, yemək pulu. Məktəbin öz bufeti də var, amma o bufet belə necə deyim, daha çox müəllimlərə görədir. Yəni amma tələbə orada müəyyən bir bufetdə güzəşt olunur, belə bir şey. Yəni qiymətlər orada azdır. Restoran qiyməti deyil orada. Belə deyək də şəhərdəki restoran, kafelərdəsən, orada qiymətlər aşağı qiymətlər. Çox aşağıdır. Məsələn, orada aldığım yeməyə 4 evro verirəmsə, restoranda ona 10 evro verəcəm. Ona görə çox yaxşıdır ora. Ondan başqa tələbənin olmağı bir üstünlüyüdür. Hə. Ondan başqa amma tələbənin xərcləyəcəyi ayrı aylıq pul, kitabları zadı saymıram. Məsələn, aylıq elə dərs vəsaitini universitet təqdim etmir. Yox, onu özünüz alırsınız. Onu özünüz alırsınız. Yəni, ya alırsınız ya da ki onlayn havaya tapırsınız. Onlayn elektron hardansa tapırsınız özünüz. Ya da ki bəzilər məsələn anatomiya dərsi üçün sizə atlas lazım olacaq. Atlaslar da ki elədir ki internetdə məsələn çoxlu aplikasiyalar var onun üçün. Onlara məsələn aylıq var ki 20 evroya var, aylıq ödəməlidir, işləməlidir. O proqramların ödənişli olan versiyaları da var.
o daha yaxşı belə deyək də istifadə etmək üçün. Amma bunlar daha çox istəsənizdir. Yəni məcburi bir şey deyil. O da sizin üçün oxumağı daha da asanlaşdırır. Standart tələbə üçün Slovakiyada oxuduğun universitetdə hansı universitet adı idi? Comenius. Comenius o tibblə bağlı olan universitetdir. Faculty of Medicine Comenius. Hə. Demək ki, orada 400-500 avro bir tələbəyə 400-500 avro bəs edir. Məncə bəs eləyər. Yəni çoxdur belə. O insandan insana dəyişir. Bəzisi bəlkə həmişə bayırda yemək istəyir, yemək bişirmək istəmir. Ona görə dəyişik ola bilər. Xərc olsa o düzdür, amma belə ümumi standart götürsək 400-500 euro. 400-500 avro bəs edər. Bəs eləyər. Növbəti sualım gəlir. Müəyyən suallar hazırlamışıq, suallar siyahısı hazırlamışıq. Onun əsasında suallarımı verirəm. Çünki buradakı sualların içərisində bəziləri həm sosial şəbəkədə verilən suallardır, həm də bəziləri isə tibbi termin olduğu üçün, yəni məcbur baxmalıyam, belə deyim. Ona görə üzrü sayasınız. Bəs müəyyən saç düzümü, bu da Azərbaycanda zamanla belə deyək də, belə bir müzakirələr olubdur, müəyyən bir hadisələr də səbəb olubdur. Saç düzümü, istər belə deyək də, xanım və yaxud da bəy, belə deyək də, bəylərdə saqqal belə deyək də, olması, burada təhsillə bağlı bu narazılıq doğulurmu? Yəni müəllimlər tərəfindən, dekan tərəfindən və yaxud da digər məktəb rəhbərliyi tərəfindən var belə bir şeylər? Heç bir şey yoxdur. Burada nə saça qarışırlar, nə saqqala, nə paltara, heç bir şeyə qarışılmır. Sərbəstçilikdir. Necə istəyirsiniz, saçınızı da saxlaya bilərsiniz. Uzun, qısa. Məsələn, mən Azərbaycanda çox vaxt yaşadığım şeylərdən biri, gördüyüm şeylərdən biri uzun saç oğlanlarda ən çoxu. Elə bir şey burada problem yoxdur. Yəni sərbəstçilikdir o barədə. Tam sərbəstçilikdir. Düşünürəm ki, bu da suallardan biri idi. Yəni buna da ümumi cavab verildi. İndi hər ölkənin, hər belə deyək də, universitetin, məktəbin özünün müəyyən bir daxili qaydası ola bilər. Anlaşılan da ümumi mənim də gördüyüm, yəni nəzər yetirdiyim, indi siz də tələbə olaraq məktəb oxumusunuz, deyirsiniz ki, yəni ümumi geyim baxımından burada yəni sərbəstdir yəni. Elə. Və hansısa dediniz ki, məktəbin özəl məktəbin geyimi olsa da belə, amma orada məncə saçsa və yaxud da saqqala da orada da məni eləmirlər. Geyim tələb oluna bilər, amma saç saqqal belə deyək də, o sərbəstdir məncə. Məncə də elə olar. Yəni mən özüm özəl məktəbə getmədiyim üçün, yəni formalı özəl məktəbə getmədiyim üçün tam əmin olaraq bilmirəm, amma eşitdiyim, gördüyüm qədərilə sadəcə formadır. Burada kozmetik olaraq heç bir şeyə qarışmırlar. Əziz izləyicilər, bizim kanalda nəinki danışdığımız mövzu ilə bağlı əlavə müəyyən bilgilər də verdik. Ona görə də izləyin, bəyənin. Bu başlıqda demək yaddan çıxdı. Ona görə deyim, bizim kanalı izləsinlərmi, necədir, maraqlı belə deyək də bilgilər veririk. Mənim bir zamanımızı ayırırıq, mənim bu planlanmış bir görüşdür, danışmışıq. Yəni kanalımızı izləsinlərmi, bəyənsinlərmi, bir dənə kiçik də olsa bir yəni, şey deyərdim. Bu kanalı izləməmələri üçün səbəb yoxdur, belə deyim. Çünki burada sadəcə Slovakiya ilə əlaqəli necə deyim, Slovakiya əlaqəli deyil ancaq. Bütün Avropa əlaqəsində burada videolar var. Nəinki belə bizim danışdığımız məsələn informasiyalar var, daha çox hər cür sahədən şeylər var burada, yəni məlumatlar var. Ona görə məncə buranı izləməlidirlər, takib eləməlidirlər kanalı da. Təşəkkür edirəm. Takib eləyin, abunə olun, ən azından bir dəfə paylaşın. Sağ olun.